Salam, hər vaxtınız xeyir olsun. Bugün izah edəcəyim mövzu, danışacağım mövzu hər kəsin nə qədər öyrənməsinə baxmayaraq yenə də çətinlik çəkdiyi və gedişat zamanı, yəni karmalarda işləyən zaman çətinlik çəkdiyi mövzulardan biri olan, yenə də söylədiyim kimi, qardaşın qardaşı, başqa dildə desək karma. Düzdür, çox müəllim işlədərkən karma ifadəsindən istifadə etmir, amma mən məsəl üçün bunu karma olaraq hər zaman səsləndirirəm. Niyə? Çünki hər bir müəllim də, şagird də işləyəndə qardaşı bilir. Amma qardaşın qardaşını artıq hər dəfə qarışdırmasın deyə buna karma adı. Bir növ belə deyin ki, bax burada qısa izah necədir? Yəni bu məntiqi yöndən izahı belədir ki, biz hər zaman karmaların üstə gəlməsində 5 və 50 bağlanır, onluq 100-lük açılır. Çıxmasında isə 5 və 50, yəni belə deyək ki, sadə dillə desək ki, çıxmada 5 və 50 intiqamını alır. Ona görə buna məsəl üçün bu cür yanaşmaq olur. Yəni əvvəldə 5-i və 50-ni xərcləyib onluğa 100-lüyə gedilirdi deyə, çıxmasında artıq karmaların çıxmasında 5 və 50 dirçəlir, əvəzində o açdığım qardaşın qardaşları bağlanır. Məsəl üçün, karmada, məsəl üçün deyirəm ki, 6 üstə gələk 6. Biz bilirik ki, onluğa gitmək üçün 6-nın qardaşı 4-dür. Amma əlimdə bağlamağa 4 yoxdur. Demək, burada qayda olaraq 11 açılır, 5 bağlanır. Cavab edir 12. İndi gələk 6 üstə 7 karmasına. Bundan da bir nümunə deyək. 7 karmasında. 6 üstə 7 deyəndə karma nə zaman olur? Mənim əlimdə bağlamağa qardaşım yoxdursa, əvəzində buradan 5 dairəsində qardaşı götürürəm, 5 bağlanır, əvəzində 10 açılır. Məsəl üçün, deyirəm ki, 6 üstə gələk 7. Burada artıq 7 qardaş yox, 7 karması işlənəcəkdir. 7-nin qardaşı 3 olmalıdır əlimdəki. 3-ü bağlayayım, gedim onu açım. Amma əlimdə bağlamağa 3 yoxdur. Deməli, 3-ün qardaşına 5 dairəsində baxacağım. 2-ni açdım, 5 bağlandı, bir dənə 10-luq açdım. Qısacası, 6 üstə 7 deyəndə 7 karmasında 12 açılır, 5 bağlanır. Başqa bir məsəl üçün izahda. İndi deyirəm ki, 6 üstə 8-də. Burada artıq 8 karması işlənəcəkdir. 6 üstə 8 deyəndə, bu sırf bu misallarda olmur, digər misalların da içində işlənərkən burada qardaş yoxdur, deməli orada karma olur. 6 üstə 8 deyəndə 8-in qardaşı 10 dairəsinə getmək üçün 2-dir. Amma əlində bağlamağa 2 yoxdur. Deməli, 2-nin qardaşı 5 dairəsində 3 idi. Qısacası qayda olaraq deyəcəm ki, 13 açılır, 5 bağlanır. Amma məsəl üçün 6 üstə 9 deyəndə 9-un qardaşı 1 var, bağlayıb gedib onu aça bilirəm. Yəni, haradakı bağlamağa qardaşım var, orada bağlayıb gedib onu aça bilirəm. Burada karma olmur. Bağlamağa qardaşım olmayanda qardaşın 5 dairəsindən götürürəm. Yəni, necə ki 5-də mənim 3-ün qardaşı 2 idi, 2-nin qardaşı 3 idi, 4-ün qardaşı 1 idi, 1-in qardaşı 4 idi. Eyni proses mənim 10-luq əlimdə də olur. Məsəl üçün deyirəm ki, 60 üstə gələk 60. 60 üstə 60 deyəndə, baxıram ki, mənim əlimdə bağlamağa 40-ım yoxdur. Deməli, burada 11 açılıb 5 bağlanmırdı mı? Burada da 110 açılacaq, 50 bağlanacaq. Olacaq cavabım 120. Və yaxud 60 üstə 70 deyirəm. Əlində bağlamağa 70-in qardaşı 100-ə getmək üçün 30 idi. Bağlamağa 30-um yoxdur. Demək ki, 70 karması işlənəcəkdir. 70 karmasında 120 açılır, 50 bağlanır. Cavab edir 130. Və yaxud da 70 üstə 70 deyirəm. Baxın, 70-in qardaşı 30-dur. Bağlamağa əlimdə 30 yoxdur. 70 üstə 70 deyəndə 30-un qardaşı 50 dairəsində 20-dir. Çünki burada 100 dairəsində olmadı 30. 120 açıldı, 50 bağlandı. Oldu neçə? 140. Və yaxud deyirəm ki, indi baxın. Deyirəm 60 üstə gələk 80. Əlimdə bağlamağa 80-in qardaşı 20 yoxdur. 130 açıldı, 50 bağlandı. Və yaxud deyirəm ki, 60 üstə gələk 90. Bax, burada artıq karma olmayacaq da. 60 üstə gələk 90 deyəndə 90-ın qardaşı onu bağlayıb beynimə 100 yata bilirəm. Burada artıq karmam olmadı. Hə, deyə bilərsiniz, başqa misallarda müəllim, karma harda ola bilər? Məsəl üçün, bu baxaq indi nümunə kimi hansısa misalın içində. Məsəl üçün, deyirəm ki, 11 üstə 99. Beynimə 100 getdi, buradan da bir dənə 10-luq gəldi bura. Üstə 90, başında oldu 200. 2. Üstə 27, rahatdan açdım. Üstə 79 deyəndə, bir dənə də buradan getdi, heç burada da karma olmadı. Beynimdə oldu, 300 əlimdə oldu, 308.
Karma nə zaman olur? Əgər əlini bağlama onun olmursa, əlini bağlama birimi olmursa, orada 114 açılır, 5 bağlanır. 140 açılır, 50 bağlanır. Yəni üstə gəlmə prosesi bu cür həyata keçirir. Harda ki qardaşım yoxdursa, onluğa getməyə, 100-lüyə getməyə, orada qardaşımın qardaşına üst tuturam. Yəni 5 dairəsindən və elə bilirəm ki, bundan daha rahat üsulu yoxdur. Yəni bu üsuldan istifadə edərək rahat-rahat karmalarda çətinlik çəkənlər bu üsuldan istifadə edərək daha rahat şəkildə işləyə bilərlər. Dəstələrə qoşulmaq üçün 050 590 51 46 nömrəsi aktivdir. Yeni qruplar açılır. Şagirdlər üçün də, müəllimlər üçün də müraciət edə bilərsiniz. Yeni qruplarımıza qoşularaq mentalı dərindən vurma bölməsi daxil olmaqdan öyrənib, sonra da öyrədə bilərsiniz. Bu qədər növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.